Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildən 28 aprel tarixini Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edib. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətini artırmaqdır. Təşkilat bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününü əməyin mühafizəsində yeni dövr, iş mühitində süni intellekt və rəqəmsallaşmanın rolu mövzusuna həsr edib. Çünki son illər rəqəmsal texnologiyaların, süni intellektin əmək münasibətləri və iş mühitinə gətirdiyi ciddi dəyişikliklər əməyin mühafizəsində də müasir, effektiv yanaşmaların tətbiqini aktuallaşdırır. Dəyişən iş mühitlərində ənənəvi üsullar artıq kifayət etmədiyindən, təhlükəsiz iş şəraitinin təmin edilməsində avtomatlaşdırılmış ağıllı nəzarət sistemlərindən istifadə olunur. Bu texnologiyalar risklərin qabaqcadan müəyyən edilməsi və qarşısının alınmasına imkan verir. Alqoritmik idarə etmək isə iş proseslərini optimallaşdırır, təhlükəsizlik qaydalarının tətbiqini asanlaşdırır. Distant iş və rəqəmsal platformalar kimi qeyri-ənənəvi məşğulluq modellərinin geniş vüsət alması da əməyin mühafizəsində yeni tənzimləyici mexanizmlərin hazırlanmasını və tətbiqini zəruri edir. Layiqli əməyin təminatı sahəsində fəal dövlət siyasətinə malik olan Azərbaycan Respublikası ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını ratifikasiya edib. Bu sənədlər arasında layiqli əmək və təhlükəsiz iş mühitini ehtiva edən əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyanın ratifikasiyası xüsusilə önəmlidir. Sözü gedən konvensiyanın təsdiqi nəticəsində ölkədə mühüm qanunvericilik islahatları həyata keçirilib. Eyni zamanda son illər ölkədə sosial sahədə həyata keçirilən geniş miqyaslı elektronlaşma proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək və Məşğulluq alt sistemi EMAS yaradılıb. EMAS vasitəsilə işə qəbul zamanı işçilərin fərdi mühafizə vasitələri, xüsusi geyim və profilaktik qida ilə təmin edilməsi, eləcə də digər müvafiq məlumatların elektron əmək müqavilələrində əks etdirilməsi həyata keçirilir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən işçilərin sayına uyğun müəssisələrdə əməyin mühafizəsi xidmətlərinin yaradılması barədə xəbərdarlıqlar verilir. Alt sistemdə işə götürən tərəfindən iş yerlərinin attestasiyasının nəticələrinin daxil edilməsi üçün iş yerlərinin zərərliliyinin attestasiyası adlı xüsusi bölmə də yaradılıb. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif maaşlarına əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq artımın minimum miqdarının elektron əmək müqaviləsinə əlavə edilməsi ilə bağlı EMAS-da funksionallıq yaradılıb. Hazırda qeyd olunan platformada əməyin mühafizəsi bölməsinin yaradılması istiqamətində işlər aparılır. Bu bölmə işə götürənlərə işçilərin əməyin mühafizəsi qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının və digər zəruri məlumatların sistemə daxil edilməsinə imkan yaradacaq. Bədbəxt hadisələr elektron reyestr üzərindənsə istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı daxil olan məlumatların vahid platformada toplanması təmin edilir, təhqiqat materiallarının aidiyyəti qurumlar tərəfindən elektron şəkildə əldə edilməsi imkanı yaradılır, məlumatlar mərkəzləşdirilmiş şəkildə idarə olunur və təhlillər aparılaraq hadisələrin izlənməsi üçün avtomatlaşdırılmış xəbərdarlıq mexanizmləri tətbiq olunur. Eyni zamanda əməyin mühafizəsinə dair müasir tələblərə uyğun idarəetmə sistemlərinin tətbiqi və normativ standartların hazırlanması da daim diqqətdə saxlanılır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü və iştirakı ilə artıq əməyin mühafizəsinə dair 57 milli standart hazırlanaraq təsdiq edilib və yeni standartların qəbulu istiqamətində işlər davam etdirilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi işə götürənlərə beynəlxalq təcrübəyə əsaslanaraq əməyin mühafizəsi sahəsində laboratoriya və sertifikasiya xidmətləri göstərən, təlimlər keçən və metodiki dəstək verən ixtisaslaşmış qurumdur. Bütün bu tədbirlər süni intellekt və rəqəmsallaşma dövründə risklərin daha effektiv şəkildə idarə olunmasına, əməyin mühafizəsində qabaqlayıcı yanaşmaların gücləndirilməsinə və nəticə etibarı ilə təhlükəsiz, sağlam və dayanıqlı iş mühitinin yaradılmasına xidmət edir.